iştirakçıları. Ruqiyyə müəllimə, başta siz olmaqla bütün sinifi və valideynləri təbrik edirəm. Əziz şagirdlər, bugün sizin gününüzdür. Vaxt var idi ki, biz də sizin kimi balaca uşaqlar idik. Bugün mən fəxrlə, fəxarətlə demək istəyirəm ki, heç bir titul mənim üçün bugün önəmli deyil, Ruqiyyə müəllimə. Amma bugün mən bir qəhrəmanın parta yoldaşıyım. 11 il bir partada əyləşmişəm. Mənim üçün qürur verici bir hisdir ki, mən də sizin kimi balaca olanda yaşanan bir partanın arxasında əyləşəndə bu gözəl günləri yaşayırdım. Amma çox təəssüf ki, müharibə bizi bir-birimizdən ayırdı. Elşad kimi, İlqar kimi, İlham kimi, Vüqar kimi, Seymur kimi oğullar böyüdü. Ali məktəbədə qəbul oldular. Amma təhsillərini yarım boyu müharibəyə qatıldılar. Onlar şəhid oldular. Bax, bugün sizin kimi evlatlar, sizin kimi məktəblilər xoşbəxt həyat yaşasınlar deyək. Bizim gəncliyimiz müharibəyə təsəvvür edir. Amma inşallah ki, siz qələbəli Azərbaycanımızın vətəndaşlarısınız. Artıq siz müharibə görməyəcəksiniz. 30 ilə yaxın davam edən müharibə siz gənclərin xoşbəxt bir aman yaşaması üçün idi. Elşad kimi oğullar bugün sizin üçün canını fəda edir. Bunu heç zaman yadınızdan çıxartmayın. Heç zaman unutmayın ki, parta arxasında əyləşdiyiniz o qəhrəmanlar sizdən öncə əyləşdilər. Amma bugün siz xoşbəxt yaşayasınız deyə onlar canlarını fəda edirlər. Analarını gözü yaşlı qoydular. Mən sizə arzu edirəm ki, hər biriniz 11 illik orta məktəbi bitirib ali məktəblərə qəbul olasınız. Hər birinizlə valideynlər, qohumlar, nənə-babalar nəhayət Ruqiyyə müəllimə fəxr etsin ki, mənim sinifimi bitirən Elşad Əliyevin adını olan sinifi bitirən uşaqlar hər biri ali məktəbin qapısından içəri girdilər. İnşallah ki, mən sizə o günü arzu edirəm. Mən hər dəfə 244 sayılan məktəbə gələndə o hissləri yaşayıram. Göz yaşı içində məktəbdə. Siz də inşallah elə sevinə-sevinə, amma qürurla daxil olacaqsınız. Mənim məktəbimin 3 şəhidi var. İnşallah ki, sizin məktəbiniz artıq şəhidləri ilə, qəhrəman şəhidləri ilə yadlarınızda qalacaq. Çünki Azərbaycanımız 44 günlük zəhər müharibəsinin qələbəsini çaldı. O şəhidlərin qisasını aldılar. Elşadların, İlhamların, İlqarların, Seymurların, bütün şəhidlərimizin qisasını aldılar. Sizə gələcəkdə uzun ömür, can sağlığı, müvəffəqiyyətlər arzu edirəm. Əziz köfələr, bugün sizin gününüzdür. Əylənin. Amma heç zaman unutmayın ki, siz bir qəhrəman şəhidin adını daşıyan sinifi bitirmişsiniz. Hər zaman qəlbiniz vətən eşqinə döyünsün. Heç zaman unutmayın ki, bizim qəhrəmanlarımız bütün dünya ilə Azərbaycan bayrağını yüksəklərə qaldırdılar. Fatihlər oldular, milli qəhrəmanlar oldular. Mən sizə arzu edirəm ki, siz də öz zamanınızın savadlı, igid qəhrəmanları olasınız. Şəhid qəhrəmanları yox. Hər birinizi bağırma basıram. Öpürəm, ucaqlayıram. Ruqiyyə müəllimimizi təbrik edirəm. Onu da vurğulayım ki, Ruqiyyə müəllimə mənim müəllimimin gəlinidir. Yəni, baxın, bugün mənim üçün çox xoşdur ki, mənim müəllimimin gəlini mənim məktəbimdə və bugün buraxılış sinifdə öz sözünü demiş müəllimədir. Artıq 2-ci, 4-cü sinifidir ki, buraxılır. Florana, mən sizə təşəkkür edirəm. Florana mənim anamdır. O mənə Elşadımın yanı gəlir. Və bugün mən bir qəhrəman parta yoldaşıyamsa, bununla qürur duyuram, fəxr edirəm. Biz hər dəfə fəxr yabana o ziyarətə gedəndə əlbəttə ki, mənim gözümdən qaçmır. Orada
duyan şəhidlərin çoxusu mən yaşlarımdır. 73-cü, 74-cü ilin igidləri, qəhrəmanları. Bəlimə doğran olsaydım indi o şəhidlərdən biriydim. Amma bugün sağlamsa o şəhid analarının yanındayım. Heç zaman onları tək qoymuram. Hər zaman tədbirlərində iştirak edirəm. Nə əlimdən gəlirsə özünüz bilirsiniz Ruqiyyə müəllimə. Bütün şəhid ailələrinin yanındayım. Çünki bu analar bizə şəhidlərimizin əmanətləridir. Allah sizə uzun ömür, can sağlığı versin. Güləbana, Leylana, Lorana, Şövqiyana, hər biriniz bizim üçün əziz və doğmasınız. Biz də belə balalar idik ki, siz gəliniz məktəbə və bizi öpüb bağınıza basırdınız. Mən gelmədən sizə buralarınız bol olsun deyirəm. Əziz analar, hər birinizə evladlarınızın xeyrini görmək nəsib etsin Tanrım. Necə ki, mən bugün öz evladlarımla fəxr edirəm, siz də gələcəkdə evladlarınızla fəxr edəsiniz. Hər biriniz evlad qazancı, yeməyi Allahdan istəyirəm ki, görəsiniz. O gözəl hissdir. Mən bir valideyn kimi bu hissi yaşayıram deyə bütün gənc analara arzu edirəm ki, evladlarınızın qazancının çörəyini yiyəsiniz. Düzdür, valideyn yaşad olur, yaşlaşır, amma o ona o qədər fəxrlə xoş gəlir ki, mənim oğlum pul qazanır, çörək qazanır. Mənim oğlum bugün haradasa böyük bir vəzifədə oturur, hansısa bir müəssisənin rəhbəridir. Bax, mən sizə əziz gənc analar bu arzunu arzu etmək istəyirəm. Hər birinizə uzun ömür, can sağlığı, balalarınızın fəxrini görmək nəsib etsin, yaradan. Sağ olun ki, bizi də bir arada görməkdən izləyəlim, bizlərə çox sağ olun. Değerli analarımız, değerli valideynler ve güzel uşaqlarımız, gül balalarımız. Bugün sizin gününüzdür. Biz elimize gelen tutmalı, vətəni sevməyi öyrətməli, bütün müəllimlərimizə minnətdarıq. Və bugün bu ortamda olmaqdan qürur, bir yazar olaraq, bir ana olaraq qürur duyuram. Və Elşadın haqqında yazdığım kitabı sizin bu fidan balalara hediye edəcəyik. Floraniyyə təşəkkür edirəm ki, bu isyanı mənə etibar etdi, mənə etimad göstərdi. Qarabağda bitən ömür. Elşadın ömrü Qarabağda bitmədi. Elşadın ömrü bu gül balaların ömründə davam edir. İnşallah ki, gün o gün olacaq, bu övladlarımız da böyüyəcək. İgid, qəhrəman, vətənə layiqli bir övladlar olacaqlar. Biz onların xoş gününü görməyi diləyirik bu səbəbimdən. Ruqiyyə müəllimə, mən analardan öncə niyə danışmaq istədim? Vətənpərvərlik ilk öncə ailədən, sonra məktəbdən başlayıb. Eləmək istəyirəm ki, ilk kitabımı mən sizə hədiyyə edim. Qarabağda bitən ömür. Mən sizə təşəkkür edirəm. Arzu xanım, burada sizin xatirələriniz var. Uşaqlar kitabla sizi yüklədilər. Yəni, siz bu kitabı oxumamışsınız. Yəni, bu kitabın biri sizin hədiyyənizdir. Amma mən istəyirəm ki, birlikdə uşaqlara mənim qələmə aldığım Qarabağda bitən ömür adlı kitabı hədiyyə edək. Çünki bu kitabın içində yazılan bir şəhidin, bir oğulun ömür yoludur, həyat hekayəsidir. Allah bütün şəhidlərimizin məkanı cəhənnəm eləsin. İlqarın, Seyfinin, Elşadın, Raminin timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əydik. Məkanımız cənnət olsun, igid balalar. Bugün, yəni bu uşaqların günüdür, deyib, gülüb, əylənmək o uşaqların haqqıdır. Biz də o uşaqların xoş günündə onların yanında olmaq istədik. Sizə təşəkkür edirik. İşinizdə uğurlar diləyirik. Adının başlayan sinifin hətta Elşad Əliyev Astana şəkili və siz həm o kitabları oxuduqca tanıyıb biləcəksiniz ki, adının daşıdığı sinifinizin o qəhrəmanı Elşad Əliyev bax bu kitabda və bizim qəlbimizdə yaşayır. Biz sizə təşəkkür edirik.
Təşkilatçı Şəhid Əhmədov İlqarın anasıyam. Leyla Əhmədova. 2 oğul itirmişəm həyatda. Başqa övladım da yoxdur. Değerli valideynlər, siz mənim üçün övlad, balalarınız da mənim üçün nəvələrdir. Mən ilk öncə valideynlərə təşəkkür edirəm. Ona görə ki, təşəkkür edirəm ki, onlar bizi bu həyata bəxş etdiyi üçün, onlar bizə ağıl, savad, kamal verdikləri üçün, bizi tərbiyə etdikləri üçün biz öz valideynlərimizə təşəkkür edirik. İkinci təşəkkürüm Qayə müəlliməsi